Bəzi insanlar doğulur və dünya onları ulduz edir. Bəzi insanlar isə acıdan yaranır. Amma hər qızıl parıldayan şey xoşbəxt olmur. Oscar de la Hoya milyonların adlandırdığı qızıl oğlan. 1973-cü ildə Amerikada kasıb Meksikalı ailədə doğulur. Atası və babası boksçuydu. Sanki Oscar'ın tarihi doğulduğu gündən etibarən yazılmışdı. Amma onun həyatı normal başlamadı. Çünki Oscar'ın ən böyük dayağı anası idi və anası ölümcül xəstə idi. Oscar hələ çox gənc ikən anası ona bir söz dedi: "Bir gün Olimpiya çempionu olacaqsan." Bu söz uşağın beyninə həkk olundu. 1992-ci il Barcelona Olimpiyadası gənc Oscar ringə çıxır. Təkcə medal üçün yox, anasının arzusu üçün döyüşürdü və o qalib gəlir. Qızıl medal bütün dünya onu tanıyır. Amerikanın yeni qəhrəmanı Oscar de la Hoya The Golden Boy. Sonra peşəkar boks karyerası başlayır. Sürət, texnika, xarizma, Oscar sadəcə boksçu deyildi, o bir şovman idi. Onu gənc qızlar, xüsusən böyük auditoriyası var idi, xanımlardan ibarət. Onu çox sevirdilər, onun fanatları çox idi və o Amerika üçün yeni bir simvol idi, gözəllik simvolu və xarizma simvolu. Minlərlə insan onun döyüşdən gəlirdi, televizorlar onun üçün yarışırdı, yəni kim onun döyüşünü göstərəcək. Pul, şöhrət, məşhurluq hamısı onda var idi. Amma insanların görmədiyi bir şey var idi. Oscar daxilində tək idi, tənha idi. İnsanlar düşünür ki, pul xoşbəxtlik idi. Amma Oscar'ın həyatı göstərdiyi ki, bəzən ən böyük döyüş ringdən kənar olur. Şöhrət artdıqca təzyiq də artırdı. Depressiya, alkoqol, qaranlıq həyat. Bir vaxtlar milyonların qəhrəmanı olan adam öz içində uzmağa başladı. Oscar ringdə ən güclüləri ilə döyüşdü, amma ən çətin rəqib insanın öz beynidir. Və bəzən sən hamını məğlub edirsən, amma ki özünü yox. Oscar bir sıra əfsanələrlə vuruşdu. Julio Cesar Chavez, Felix Trinidad, Pacquiao Mayweather, Mayorga, Arturo Gatti və hamısı ilə möhtəşəm döyüşlər göstərdi. Heç bir çağırışdan qaçmırdı. Ən çətin döyüşlərə, belə ən çətin çağırışlara həmişə cavab verirdi və əsl çempion idi, əsl warrior idi və sona kimi mübarizə aparmağa davam edirdi. Oscar'ın həyatından kənar böyük skandallar baş verirdi, xüsusən onun narkotiklə bağlı bir sıra fragmentlər var idi ki, qəzetləri bəzəmişdi. Bir xanımla, yüngül xasiyyətli bir xanımla onun şəkilləri paylaşılmışdı və vaxtı ikən Qızıl Oğlan ləqəbi tanınan Amerikanın ən məşhur boksçulardan biri çox aciz və alçaq bir səviyyədə publika qarşısına çıxdı. Bugün Oscar de la Hoya adı hələ də boks tarixində yaşayır. Bəziləri onu əfsanə sayır, bəziləri isə itirilmiş bir ulduz. Amma bir həqiqət var. Kasıb bir ailədən çıxan uşaq anasına verdiyi sözü tutdu və bütün dünya onun adını eşitdi. Həyat boks kimidir. Yəni, bəzən yıxılırsan, bəzən qan itirirsən, bəzən hamı səni bitmiş sayır. Amma əsas məsələ neçə dəfə yıxılmağın deyil, neçə dəfə ayağa qalxmağındır. Bu Oscar de la Hoya'nın həyat hekayəsi idi. Qızıl oğlan və milyonların kumiri.